Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərin Tac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş vermiş hücum nəticəsində həlak olan 2 İsrail diplomatının ailələrinə və İsrail dövlətinə başsağlığı verib. Bu barədə Nazirliyin X hesabında paylaşım edilib. Biz qorxu və bölücülük yaratmağa çalışan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik deyə məlumatda qeyd olunub. Qeyd edək ki, Vaşinqtonda Yəhudi muzeyinin qarşısında İsrail səfirliyinin 2 əməkdaşı güllələnib. Fövqəladə Hallar Nazirliyinin sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Qəbələ rayonunun Nic qəsəbəsi və Zarağan kəndində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qaz doldurma məntəqələrində plan üzrə yoxlama aparılıb. Bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcəyi pozuntular aşkarlanıb. Belə ki, maye qaz doldurma məntəqələrində istismar olunan ümumilikdə 4 ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi qurucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə edilən rezin boruların, həmçinin digər avadanlıqların dövrü yoxlamaları barədə aktın, eləcə də məntəqələrin bina və avadanlıqlarının torpaqlanma müqaviməti haqqında protokolun olmadığı müəyyənləşdirilib. Şəmkir Un Yem Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Aslan Əliyev həbs edilib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Aslan Əliyev xüsusilə külli miqdarda təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində və torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. İttihamlar sübuta yetiriləcəyi təqdirdə eks-Zəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, Şəmkir Un Yem 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır. Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar rayon polis idarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyənləşdirilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var. Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz övriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotik vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metafetamin və elektron tərəzi aşkarlanaraq götürülüb. Hazırda yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır. Faktla bağlı başlayan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Rusiya və Ukrayna arasında danışıqların yeni raundu Vatikanda keçirilə bilər. Bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, iki ölkə arasındakı görüş iyun ayının ortalarında Vatikanda baş tuta bilər. Qeyd olunub ki, bu görüşdə ABŞ tərəfi də iştirak edəcək və Amerikana danışıqlarda dövlət katibi Marco Rubio və prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kate Kellogg iştirak edəcək. Bugündən 2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqə üzrə qeydiyyat 22 may saat 11-dən 29 may saat 11-ədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər digital login əldə etdikdən sonra www.mig.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.